Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada keçirilən 6-cı zirvə toplantısındakı iştirakından zirvə toplantısı ilə bağlı vacib məqamlardan danışacağıq. Siyasi təhlilçilər bu tədbiri ölkəmizin Avropa ölkələri ilə əlaqələrinin inkişafının növbəti təzahürü kimi dəyərləndirirlər. Azərbaycan güc və nüfuz sahibi kimi dünyada qəbul edilməkdə, sayğı göstərilməkdədir. Artıq 6-cı dəfədir ki, ölkəmizin Tiranada keçirilən tədbirə ən ali qonaq kimi dəvət olunması da bunun bariz nümunəsidir. Rəsmi Bakının bu qədər nüfuz sahibi olmasını yəqinləşdirənsə etibarlı tərəfdaş kimi özünü isbatlamasıdır. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, Azərbaycan enerji, nəqliyyat, kommunikasiya, humanitar və digər gündəmlərin mürəkkəb məsələləri kontekstində aydın fəaliyyət proqramı təqdim etməyə nail olub. Ölkəmizin Avropanın enerji təminatında vacib rola sahiblənməsi və vədində sadiq olması da bir dövlət olaraq etimad qazandırıb. Elə tədbir çərçivəsində əksər dövlət başçılarının Fransadan tutmuş Ermənistana kimi hər kəsin Prezident İlham Əliyevlə görüşə can atması, müzakirə aparmaq istəməsi də uğurlu xarici siyasətin, yüksək diplomatik peşəkarlığın ürək açan mənzərəsidir. Bu səfərdə cənab Prezident İlham Əliyevin mövqelərinə, fikirlərinə Avropa liderlərindən çox böyük maraq göstərdiyini gördük. Avropa İttifaqının aparıcı üzvü olan ölkələrin rəhbərlərinin Tiranada Prezident İlham Əliyevlə dialoq aparması, onunla söhbətlərə maraq göstərməsi, həmçinin Azərbaycan Prezidentinin fikirlərini daim dinləməsi, Azərbaycanın mövqelərini, Azərbaycan liderinin siyasi baxışlarını bugün Avropa Siyasi Birliyi çətiri altında böyük maraqla qarşılandığını göstərir. Bu tədbiri mühüm edən bir məqam da odur ki, ərazi bütövlüyü və müstəqilliyin bərpasından sonra dünya bir həqiqəti qəbul etməyə məcbur oldu. Azərbaycan beynəlxalq miqyasda regional gücə çevrilib. Bugün Cənubi Qafqazın ən nüfuzlu dövlətidir deyə təhlilçilər qeyd edirlər.